Sabahınız xeyir olsun müəllimlər. Bugünkü mövzumuz 18-dir, 8-ci sinifdən məişət tozsu oranının quruluşu və iş prinsipi. Məişət tozsu oranını bizə nə üçün lazımdır? Məsəl üçün otaqlarda olan, sinif otaqlarında olan, kafedə, restoranda olan tullantıların, tozun yığılması üçün nəzərdə tutulubdur. Biz tozsu oranı 1 saat 50 dəqiqə, yəni uzun müddət istifadə etməli deyilik. Mütləq 30-40 dəqiqədən artıq istifadə eləməli deyilik. 30-40 dəqiqədən bir nə etməliyik? Fasilə verməliyik, ara fasiləsi verməliyik. Çünki əks halda onun tənzimləmə qurğusu işləmə müddətini başa vurar. Deməli müəllimlər, bu 30-40 rəqəminə biz bu 8-ci sinifə qədər bir neçə yerdə rast gəlmişik. Bax, birinci rast gəlmişik tikiş üçün tikiş eləyən zaman tikiş maşınında emal edərkən gözdən məmulata qədər olan məsafə demişdik ki 30-40 santimetrdir. Sonra demişdik ki mebelləri də, məktəb mebellərinin əlavəsi məsələn 30-40 dənə parta dəsti olmalıdır. Başqa yəni bir toz soranda bir də hardayısı indi yadımdan çıxdı. Yəni 4 yerdə rastlaşmışdıq. Mən bunları tez-tez demişəm izahlarda sizə. İndi baxırıq görək toz soran nədir? Toz soran hava kütləsi vasitəsilə tozu və tullantıları soğurub təmizləmək üçün olan qurğudur. Soğurulan tozdur, çirkdir, toz soranın tozluğuna yığılır və mütəmadi olaraq da biz nə edirik? Toz soranın tozluğunu təmizləyirik. Yəni oradan o tozları kənarlaşdırırıq. İndi baxaq görək toz soranlar quruluşuna görə fərqlənir. Onların nə kimi fərqləri var? Bax, deməli 3 cürə növü var. Kisəli toz sorandır, silikon tipli toz sorandır, bir də su süzgəçli olan toz soran. Deməli bizdən soruşsa ki, toz soranın neçə növü var? Yadda saxlayırıq ki, 3 dənə növü var. Biri bizim ənənəvi, lap əvvəldən gördüyümüz o kisəli toz soran, yəni içində torbası olan. Biri silikon tipli toz sorandır. Biri də artıq müasirləşdikcə o su süzgəçli olan toz sorandır. İndi baxaq birinci bizim bu kisəli toz sorana. Bax, kisəli toz soranda nə deyir? Deyir ki, bu toz soranlara tənzimləmə zamanı tozu, çirki və başqa xırda hissəcikləri süzgəçli kisəyə toplayan modellərə aid etmək olar. Deməli, kisəlidirsə, deməli içində nəyi var? O zirzibli içinə yığan süzgəçli kisəsi var. İndi baxaq görək silikon tipli toz soran nədir? Bax, burada nə deyir? Deyir, bu toz soranda tozun yığılması üçün kisə yoxdur. Əvəzində toz mərkəzdən qaçma qüvvəsi hesabına hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır. Yəni ki, o xüsusi konteyner plasmas kimi qablar olur da, yəni ora yığılır. Nə vasitəsilə yığılır? Mərkəzdən qaçma qüvvəsinin hesabına. Hava selindən ayrılır və çıxarıla bilən həmin o xüsusi konteynerlərə yığılır. Deməli, bu hansı oldu? Silikon tipli toz soranlar. İndi baxırıq su süzgəçli toz soranlara. Bax, burada nə deyir müəllimlər? Deyir ki, bu su süzgəçli toz soranlarda təmizləmə, havanın soyuq olan qaba püskürülməsi yolu ilə həyata keçirilir. Bax, su süzgəçli, burada da sudan gedir söhbət, havadan sudan. Deməli, təmizlənmə necə olur? Havanın soyuq olan qaba püskürülməsi yolu ilə. Yəni, suda atırıq da, maye şəklində atırıq. İndi baxırıq. Bax, deyir ki, məişət toz soranının gücü 2000 wattdan nə olmur? Artıq olmur. Biz paltar yuyanda bu 2000-i harda görmüşdük? Demişdik ki, müasir paltar yuyan maşınlar dəqiqədə 2000 dövr ilə işləmə qüvvətinə nədir? Malikdir. Deməli, orada dəqiqədə 2000 dövr işləmə qüvvəsinə malik idi paltar yuyanlar. Amma burada nə dedi? Burada dedi ki, deməli, məişət toz soranının gücü 2000 wattdan artıq olmur. Turbinlərinin fırlama tezliyi isə, fırlama tezliyi, yəni dövr ilə dəqiqə ilə arasında dəyişir deyirdik də, 18-22 min dövr dəqiqə arasında dəyişir. Bax, toz soranın gücü wattla desə 2000-i götürəcəyik. Amma dövr dəqiqə arasında dəyişirdisə, turbinlərin fırlanma tezliyi, onda 18-22 mini götürəcəyik. Məişət toz soranlarının tullantı yığılan kisəsinin tutumu desə, biz onda artıq nə götürəcəyik? 1,5, 1,8. Biz bunu nə ilə əlaqələndirmişdik? Əvvəlki dərslərimiz o quzunun
çəkisi ilə. Düzdürmü? Orada 15-18 idi. Burada da nədir? Toz soğuranda da deməli kisənin tutumu nə qədər oldu? 1,5, 1,8 kiloqram. Kisə də parça materialdan hazırlanır. Məişət toz soğuranı adətən kiçik ölçülü yığcam olur kisəsi. Mənzildə də ümumiyyətlə toz soğuranın özü kiçik ölçülü olur, yığcam olur. Mənzildə də az yer tutur. İndi baxırıq görək məişət toz soğuranının hansı hissələri var. Çevirin bircə dəqiqə şəklinə baxaq. Bax, burada göstərilibdir onun hissələri. Burada nələr var? Bax, buxarlandırıcı buraxılış filtri var. İncə təmizləmə filtri. Bax, burada göstərilibdir. İncə təmizləmə filtri. Ondan sonra toz soğuranın gücünü dəyişmə düyməsi var. Gücünü biz nə ilə dəyişirik? Bax, düyməsi olur, onun vasitəsilə dəyişirik. Sonra buraxıcı tor var. Buraxıcı tor da burada yerləşir. Ondan sonra şnurun burulub yığılması üçün qurğu var. Bir toz soğuranda demişdik, bir də qəhvə üyüdənlərin hansında demişdik ki, orada burulub yığılması üçün yer var idi şnurun. Kimin yadında qalıbdı müəllimlər? Səsim gəlir. Gəlir müəllimə, bir də deyin sualı. Bax, bir toz soğuranda demişdik, şnurun burulub yığılması üçün yeri var. Bir də qəhvə üyüdənlərin... Fende. Üyüdənlərin alt hissəsi. Burulmaq üçün var idi, bir də fende fırlanmaq üçün idi. Qəhvə üyüdəndə hansı qəhvə üyüdəndə idi? İki cür idi. Dəyirman daşlı var idi, bir də var idi bıçaqlı. Elektrik bıçaqla olanda idi müəllim. Bıçaqla olanda idi. İndi davam edirik. Deməli, şnurun burulub yığılma qurğusu var, sonra elektrik mühərriki var. Baxaq görək elektrik mühərriki hayanda göstərib. Bax, bu aşağı hissəsində elektrik mühərriki var. Sonra toz soğuranın söndürülüb yanma düyməsi var. Bu hissədən söndürüb yandırırdıq da yuxarısından. Sonra mühərrikin tozdan müdafiə filtri var. Mühərrik deməli budur, elektrik mühərriki. Bunun üstündəki o deşikli yerlərdə onun tozdan mühafizə filtridir. Ondan sonra hava nasosunun gövdəsi 8-ci hissəmiz var idi burada. Bax, bu hissədədir hava nasosunun gövdəsi. Sonra tozun yığılması üçün kisə var. Kisəni deməli bura yerləşdiriblər. Sonra şlanqın boğazı. Bax, bu hissədən şlanqın boğazıdır. Sonra toz soğuranın gövdəsi açılan qapaqdadır. 11-də bax, açılan qapaqda toz soğuranın gövdəsi gedir. Bir də kisənin doldurulma indikatoru. Kisənin doldurulma indikatoru da bu üstdəki o çərçivəyə bənzər bu hissədir. Sonra toz soğuran üçündə ucluqlar var. Bilirik ki, müxtəlif, məsəl üçün küçlərə, xırda yerləri, yekə yerləri eləmək üçün müxtəlif ucluqları var. İndi davam edirik. Bax, burada nədir? Tozluqların forması verilibdir. Bax, 3 cürə tozluq verilibdir. Dəyişilməyən. Məsəl üçün, bu parçadan olanı biz dəyişmirik. Düzdür, içini tullayırıq, təzədən gətiririk, taxırıq yerinə. Amma dəyişdirilən kağızdan olanlar, bu ikinci, onlar bir dəfəlikdə, yəni bir dəfə işlədirik, atırıq, dəyişdiriləndir. Bir də var plastik. Plastik də dəyişməyən olur, amma onu yazmayıbdır. İndi davam eləyək. Bax, məişət toz soğuranın iş prinsipi verilibdir. Burada şəkilə bir də baxaq görək, burada nədən gedir söhbət. Deməli, birdə deyir ki, burada deyir ki, deməli, nədir bu? Dəyişilən və dəyişməyən tozluq. Yəni, dəyişən tozluq da taxa bilərik, dəyişməyən tozluq da ola bilər, elə bu plastikin özü də ola bilər. Sonra, ikinci yerdə gəlir mühərrikin tozdan müdafiə filtri. Bax, bu mühərrikin üstündə olan bu deşiklərdən gedir söhbət. Sonra gəlir son təmizləmə filtri. Son təmizləmə filtri də burada olur. Burada da bunu göstəriblər. İncə təmizləmə deyirlər, buraxılış filtri. İndi davam edək. Əsas məqamları sonra qeyd edəcəm. Bax, toz soğuranın ən başlıca elementi nə oldu? Elementini soruşsa deyəcəyik ki, onun nə idi? Filtridir. Sonra yaxşı filtri olmayan toz soğuran tozu özünə çəkir, onu yenidən havaya buraxır. Deməli, filtr bəzən yaxşı işləməyəndə özümüz də hiss edirik ki, toz soğuran işləyir, amma otaqda bizim allergiyamız qalxır, toz iyi gəlir. Sonra müasir göstəricilərdə hətta
99% filtr etmə belə olsa, havanın təmizlik dərəcəsinin əks göstərici. Yəni 99% olsa belə biz onu düzgün götürmürük. Çünki havanın tərkibində nə qədər toz qalır? 1% toz qalır. Bu da yəni kifayət qədər virus, allergiya yarada bilər, bakteriya ola bilər onun tərkibində. Buna görə də ən keyfiyyətli filtrləmə neçə faiz olmalıdır? 99,5%. Deməli 99% olsa biz onu keyfiyyətsiz götürəcəyik. Amma filtrləmə üzərinə baxıb sonra almaq lazımdır ki, 99,95% olsun. İndi baxırıq. Məişət toz soğuranı ilə iş zamanı təhlükəsizlik qaydaları. İş bitdikdən sonra toz soğuranı işlək vəziyyətdə qoymaq, yəni içini təmizləmək, toz soğurandan nəm səthlərinin təmizlənməsi üçün istifadə etmək qadağandır. İşlək vəziyyətdə qoymaq qadağandır. Sonra toz soğuranın şnurundan tutub o tərəfə bu tərəfə sürmək bəzən olur, tələsəndə dartırıq, sonra yadımıza düşür ki, qopdu, xarab olacaqdır. Sonra şnuru qapının arasında qoymaq, sərt güclərdən çəkib çıxartmaq olmaz. Sonra toz soğuranın çəngəlinə yaş əllə toxunmaq olmaz, tok vurar. Toz soğuranın ucluqları və borusu tıxandıqda onunla işləmək olmaz, qadağandır, mütləq təmizlənməlidir. Sonra şəbəkəyə qoşulu toz soğurandan tozluğu təmizləmək üçün çıxartmaq olmaz. Mütləq tokdan çıxardıb sonra. İndi baxırıq. Bax, toz soğuranın mühüm hissələrindən biridirsə, yadınızda qalsın ki, mühüm hissə söhbəti varsa, götürəcəyik tozluğu. Ən başlıca elementidirsə, götürəcəyik filtrini. Toz soğuranın 3 əsas tərkib hissədən ibarətdirsə, yadınızda qalsın ki, elektrik mühərrikidir, nasosdur, filtrdir. 3 əsas tərkib hissə elektrik mühərriki, nasos, filtr. Başlanğıc elementidirsə sadəcə filtrdir, mühüm hissədirsə tozluqdur. Bax, incə təmizləmə filtridirsə, götürəcəyik bunu. Yəni ki, buraxılış filtridir ikinci adı. Mühərrikin filtrinin funksiyası nədirsə, deyəcəyik ki, mühərriki nə edir? Tozdan müdafiə edir. Məsəl üçün, desək ki, soğurucu nasosu nə hərəkətə gətirir? Soğurucu nasosu hərəkətə gətirən nədir? Elektrik enerjisini mexaniki enerjiyə çevirən nə idi? Elektrik mühərriki idi. Düzdür? Deməli, soğurucu nasosu da hərəkətə nə gətirər? Yadda saxlayırıq ki, burada elektrik mühərriki nə edir? Onu hərəkətə gətirər.